Xəbər verdiyimiz kimi Şəmkir rayonu ərazisində 23 nəfəri daşıyan Mercedes markalı aztutumlu avtobusun sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi Kür-Narınqalı avtomobil yolunda kanala yuvarlanıb. Gəncə Xəbər Azın məlumatına görə qəza nəticəsində xəsarət alanların sayı 10 nəfəri keçib. Nəqliyyat vasitəsində olan Yevlax rayonunun müxtəlif kənd sakinləri 1984-cü il təvəllüdlü Aygün Rövşən qızı Musayeva, 1958-ci il təvəllüdlü Aygün Həsən qızı Hüseynova, 1965-ci il təvəllüdlü Laləzar Göygöz qızı Hüseynova, 1962-ci il təvəllüdlü Afət Eyüb qızı Məmmədova, 1966-cı il təvəllüdlü Natella Müzəffər qızı Məmmədova, 1965-ci il təvəllüdlü Məlahət Cəfər qızı Cəfərova, 1994-cü il təvəllüdlü Elman Rasimovlu Səlimov, 1986-cı il təvəllüdlü Nuriyə Köçəri qızı Musayeva, 1956-cı il təvəllüdlü Bəsti Köçəri qızı Musayeva, 1987-ci il təvəllüdlü Gülnar Ramiz qızı Əhmədova, 1970-ci il təvəllüdlü Mahirə Bayram qızı Babayeva və Samirə adlı qadın Şəmkir rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qeyd edək ki, xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır. Bu barədə təbibdən bildirilib. Xəsarət alanların 11-i qadın və 1-i kişidir. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Hazırda 10 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma başlanılıb.